Buraxılış imtahanına düşən 33 nömrəli testin izahı ilə tanış olaq. Nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edək. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Qayıt yerinə qoy ayı, günəşi, yenə olduğu tək görüm həyatı. Qayıt gözüm nuru, könlüm atəşi. Qayıt sahmana sal bu kainatı. Nümunələrin hər ikisinə aid fikirdir. Nitq hissələri ilə ifadə olunan həmcins üzvlər işlənmişdir. Bəli, burada biz nitq hissələri ilə ifadə olunan həmcinsləri görürük. Gəncliyim, şərəfim, müqəddəratım mübtəda yerində işlənib. Söz birləşməsinin birinci tərəfi, yəni yəli-yalı işlənməyib. Mübtəda yerində işlənib. Baş üzvlərin birinin həmcinsi var. Mübtədanın həmcinsi var. Doğrudur. Amma digərində isə ayı, günəşi tamamlığın həmcinsidir. Qayıt gözüm nuru mürəkkəb xitabdır. Biz bunları həmcins götürə bilmirik. Deməli, burada 1-2 bənd düzdür. Nümunələrin yalnız birinə aid fikirləri. İki fərqli cümlə üzvü həmcinsdir. Bayaq dediyim kimi, bəli, mübtədanın həmcinsini gördük, bir də tamamlığın həmcinsini gördük. Nəyi? Ayı, günəşi. Ona görə 4-cü bəndi də uyğun götürürük. Bizdən uyğun fikirləri istəyir. Həmcins mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Xeyr, bayaq qeyd elədiyim kimi, burada həmcins üzv yalnız birinci Mikail Müşfiqin şeirindən götürmüş gəncliyim. Birləşmənin birinci tərəfi, ikinci tərəfi işləndiyinə görə bu söz birləşməsi deyil. İkincisində də söz birləşməsi halında xitab işlənmişdir. 5-ci bəndi götürmürük. Həmcins tamamlıqlar işlənmişdir. Bəli, həmcins tamamlıqlar var. Ayı, günəşi. 6-cı bənddə doğrudur. Bu testin doğru cavabı Y variantıdır. 40 nömrəli testin izahına baxaq. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnamamı aldım. Cümləsinin sintaktik təhlili sxemini müəyyən edin. Cümlənin təhlilinə diqqət edək. Nəhayət modal söz olduğu üçün bunu kənara qoyuruq. Hərbi xidməti başa vurduqdan sonra haçan zərflikdir. Qoşma ilə işlənən mürəkkəb zərflikdir. Zaman zərfi idi. Gimnaziyadan isimlə ifadə olmuş yer zərfi idi. Nəyi? Şəhadətnaməmi vasitəsiz tamamlıqdır. Aldım da fe'li xəbərdir. Deməli, doğru cavab C bəndidir. 39 nömrəli testin şərtinə baxaq. Biri mürəkkəb addır. Günəbaxan mürəkkəb sözdür. Ədəbiyyat müəllimi ismi birləşmədir. Dəvəquşu bitişik yazılan mürəkkəb isimdir. Gülyaz, gül və yaz sözlərindən yaranan addır. Novruz bayramı isə doğru cavabdır. Mürəkkəb addır. Uyğunsuzluğu müəyyən eləyin. 38 nömrəli testin cavabında isə uyğunsuzluğu istəyir. Vasitəsiz nitqli cümlə olsun. İkincidə vasitəsiz nitqli cümlənin sxemi olsun. Mən buradayam, komandir. Düzdür, vasitəsiz nitqdir. Cəld dilləndim, müəllifin sözüdür. Bura gələ bilərsinizmi? Bu doğru işarədir. Yəni A variantı doğrudur, uyğundur. Sxem də verilən cümləni tamamlayır. B bəndinə baxırıq. Bəli dedi. Bəli, burada vasitəsiz nitqdir. Dedi müəllifin sözüdür, ortada gəlib. Hər iki tərəfdən tirə ilə ayrılmalıdır. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Da vasitəsiz nitqdir, amma sxem uyğun deyil. Doğru cavab elə B bəndidir.